8.1 Elektron cədvəllər və onların komponentləri. Birinci sual elektron cədvəl proseduru hansıdır? MS Excel proqramıdır. Cədvəllər yaratmaq üçün. İkinci Excel'də yaradılmış sənəd necə adlanır? Sənəd kitab adlandırılır. Book. 2-də adı, 1-ə D, 2-yə A. 3-də aşağıdakılardan hansı cədvəl prosesorunun adıdır? Xalası 3-ə 4-də. Cədvəlin əsas strukturu elementi necə adlanır? Cədvəlin əsas strukturu elementi xana adlandırılır. 4-də B. 5-ə xana düsturu yazmaq üçün hansı simvoldan mütləq istifadə edilməlidir? Düstur yazarkən bərabərliklə başlanılır. 5-ə B-dir. Mütləq istinad dollar işarəsi olandır. Hər ikisində, yəni sütunda da, sətirdə də olmalıdır. 6-ya A-dır. 7-ci sualda bu görünüş hansı əməliyyatın nəticəsində alınmışdır? Burada 500 hər ikisi filtr əməliyyatından, yəni filtrdən istifadə olunub. 8-ci sualda aşağıdakı cədvəldə C3 xanasında 3 qiyməti daxil edilmiş və C3, C2 xanası diapazonu seçildikdən sonra lockdown əmri icra edilmişdir. Nəticədə C12 xanasında qiyməti necə olacaq? Ümumi əgər iki qiymət yazılsaydı, ikisini seçib sürüşdürəndə rəqəmlər arta bilərdi, indi artma ardıcıllığına görə. Amma burada 3 verildiyinə görə hamısında 3 yazılacaq. C12-də də 3 yazılır, 8-də C variantı. 9 diapazonda neçə sətir var? Sətir sayını tapmaq üçün 9 çıx 3 üstünə 1 gəlir. 6 yod elədi 7. Cavab oldu 7. 9 E variantı. 10-cu sual. 10-cu sualda xana nə deməkdir? Sətir və sütunun kəsişməsi deməkdir. E variantı. 11-ci sualda istinadın tipini göstərin. Sütun mütləq, sətir isə nisbidir. 11-də cavab A variantı. 12-ci sual. Mütləq istinad nədir? Özündə sabit məlumatları saxlayan ünvandır. 12C variantı. 13-cü sual. Nisbi istinad nədir? Hesablama prosesində dəyişə bilən ünvandır. 13A variantı. 14-cü sual. Aşağıdakı verilən Excel xanasına daxil edilmiş bu çox vaxtı rəqəmlərin sayı çox, ədəddə rəqəmlərin sayı çox olanda, yəni qiymət çox, hesablamada qiymət çox alınanda olur. Burada da science civic-dir, burada E variantı. Doğru yazılmış düsturu göstərin. Düstur bərabər, baxırıq ki, bayaq dedik, 5-ci sualda düstur bərabərliklə başlayır. Burada 15-ci sual C variantı. 16-cı sual. Elektron cədvəldə olan xana tiplərini müəyyən edin. Xana tipləri datadır, numberdir, fractiondur, text. 1, 4, 6. E variantı. 16-cı sual E variantı. 17-ci sual. Elektron cədvəldə sort nə üçün istifadə olunur? Xanadakı verilənlərin çeşidlənməsi üçün istifadə olunur sort. 17-ci sual C variantı. 18-ci sual. Filtr nə üçün istifadə edilir? Cədvəl hissəsində müəyyən şərti ödəyən verilənləri seçib göstərmək və şərti ödəməyən
verilənləri müvəqqəti gizlətmək. Necə ki, burada 500-ləri bildirilənmişdi 7-ci sualda. Onda da 18 B variantı. 19-cu sual. Elektron cədvəldə əvvəl yaradılmış cədvəl aşağıda verilmişdir. Cədvələ əsasən C3 xanasındakı düsturu E6 xanasına köçürülmüşdür. E6-da nə olacaq deyir. Biz burada baxırıq dollar C-də deyir. Biz başqa heç birində dollar olmadığına görə E-lər C-dən E-yə dəyişib, D və E 2 dənə sütun dəyişir və 3 dənə sətir dəyişəcək. Baxırıq 2 dənə sütun dəyişənlər B-dən D-yə dəyişməlidir. B variantı gedir. C variantı gedir. B-dən D-yə dəyişməlidir və 2 dənə sətir dəyişməlidir. 3-dən 2 dənə yox, 3-dən 6-ya gedirsə, elə 6-ya getməlidir. 3 dənə sətir dəyişməlidir. 6 olmalıdır. İkisi uyğun gəlir. Bir də baxırıq ki, C dollar işarəsi hansında o dəyişmirdi. Baxırıq, bunda E olub. Ona görə cavab 19-da E variantı. 20-ci sual. Elektron cədvəldə A2 C5 diapazonu və E2 E5 diapazonu ümumilikdə neçə xanadan ibarətdir? A2 C5-ə baxırıq ki, 5-dən 2-ni çıxıb üstünə 1 gəlirik. Orada 4, 4-də sütun burada 3-dür. 4-ü 3-ə vurdıq 12. Buradadır 12. Burada isə elə bir sütun dəyişməyib. Sətirdəki 4 ümumilikdə 12 üstə gələk 4 də 16 edir. Birdə də E variantı. 22-yə 20-yə baxmadı. 20-yə bir də baxaq. 21-ə keçdim. 22-də B13 xanasında olan bərabərdir. C dollar 12 üstə gələk. Dollar yəni hansındasa mütləq, yəni burada sətir mütləqdir. Burada da sütun mütləqdir. 2 dəyişmir heç birində. Baxırıq burada 12 dəyişməməlidir. 12 dəyişənləri dəyişən bir dənə var, onu çıxırıq. Burada da D dəyişməməlidir. D yerindədir. B13-dən B12 xanasına geri qayıdır. Yəni bir xana sətir sütun yerində, B-lər yerindədir. Sütun dəyişmir. Sütunlar yerində də qalır. C burada dəyişənləri silirik. Burada isə sətir bir vahid azalmalıdır. Burada artıb 14 olub. Ona görə cavab E variantı. Həm də ki, dollar işarəsi yerində qalmalı. 20-də E variantı. 22-ci sual. Doğru yazılmış düsturu müəyyən edin. Yazmayaq, dedik ki, bərabər işarəsindən başlamalıdır. 22C variantı. 23-ə baxırıq ki, yenə baxırıq. Dollar işarəsi hardadır? Dollar 2, dollar birində sətirdə və dəyişməyinə baxırıq ki, B3-dən B2-yə yuxarı gedir. Yəni bir sətir azalacaq. Sütun olaraq da dəyişmir. Sütun olaraq dəyişənləri birinci silirik. Sonra sətir olaraq bir vahid azalmalıdır və 2 də yerində qalmalıdır. Silinir. Burada baxırıq ki, dollar işarəsi hansındasa dəyişməməlidir. Cavab 23-də D variantı. Elektron cədvəl proqramında yenə E3 xanasından E4 xanasına sütun yerindədir. Sütun heç cür dəyişmir. D3-dür, adı bunlar dəyişmir. Dəyişmirsə baxırıq burada E-lər D-də qalmalıdır. E-lər gedir və bir vahid E-lər getdi. Bir vahid aşağı sürüşməlidir.
D3'dən D4 olmalıdır. Bu ikisi eynidir. Bir də dollar işarəsi olan qarşısında heç vaxt dəyişmir. Ona görə E variantı belə gedir. 25-ci sualda B2 oyğunda yerləşən C3-ə həm sətr, həm sütun dəyişir. Burada hər ikisi dəyişməlidir. Məsələn, C2-dəsə D3-ə keçməlidir. D3 olan və dollar işarəsi yoxdur. Nisbi xanadır. D3 olanları saxlayırıq. Digərləri silinir. Hər ikisi, sonra digər ikisində də dollar işarəsi olduğuna görə D4 xanası yerində də qalır. 25-də E variantı. 26-cı sualda A3-dən B2 xanasına köçürdükdə hansı düstur alınar? Burada ikisi də dəyişib, sütun artıb, yəni bir sağa gedib adam B-yə, yəni C-dən D-yə keçir. Sətr isə 3-dən 2-yə azalıb, demək 2-dən 1-ə azalmalıdır bu C-də. Burada yəni C-dən D-yə keçməlidir və bir vahiddə azalmalıdır. Elə uyğun gələn 26 D variantıdır. 27-ci suala baxaq. D1 xanasında verilən düstur budur. Düstura daxil edilmiş və D2 oyğuna köçürülmüşdür. Nəticədə xanasında hansı qiymət? Bunlar dollar A1, B1 olur B2, üstə gələk C3 olur. Burada da qiymət dediyi üçün həmin bu düstur alınır. Yəni D-də olan düstur alınır. Sadəcə qiymət xanasında hansı qiymət alınır? Qiymət dediyi üçün biz bu düstur əsasında hesablamalıyıq. Bu düstur alınır. Baxırıq A1 1 vuraq. B2 5 alınır. 5-in də üstünə biz gəlirik C3. 9 gəlirik. 5-in üstünə 9 gələndə 14 edir. Bu düsturu istifadə edərək cavabı tapırıq. 27 C variantı. 28-ci sual Excel 2010 proqramında aşağıdakı cədvəl verilmişdir. Bu cədvələ əsasən verilmiş cədvəl aşağıdakı süzgəc tətbiq edilmişdir. Burada Gen Z böyükdür deməkdir. Maaş baxırıq burada və 400-dən. Demək 400-dən böyük olan ənd verir, yəni hər ikisi ödənməlidir. 400-dən böyük olanlar götürülür. 400-dən böyük olan, kiçik olanları gizlənmə, neçə sətr gizlənəcək? 400-dən kiçik olanlara baxırıq. Yəni gizlənən olanlar görsənmir. Onlara baxırıq. 400-dən kiçikləri götürürük. Ona görə 370, 380 və 395. Digərləri 400-dən böyükdür. Ona görə cavab A variantı. 29-cu sual doğru yazılmış düsturu müəyyən edin. 29-cu sualda bərabəri ilə olan 3 dənədir, baxırıq. Burada fikir veririk ki, E variantı düzgün variantdır. Sətr birinci sütun yazılmalıdır. Burada sətr yazılıb və burada da sətrlə başlanılıb. Ona görə cavab E variantı. 29-da. 30-cu sual. Sual Excel 2010 proqramında aşağıdakı kimi cədvəl verilmişdir. 30-cu sualda add-dən sonra plus and nəticədə neçə sətr gizləniləcək? Bizə add-dən sonra ulduz olanda böyük ilə başlamalıdır və ad hissəsi olan cavab 1, 2 və 3-dür. Digərləri ödənmir, yəni ödənməyən sətr gizlənəcək 1, 2, 3, 4 və 5.
5 dənə sətr gizlədiləcək. 30-da E variantı. 31-ci sual. Elektron cədvəl proqramında aşağıdakı kimi cədvəl fraqmenti verilmişdir. Bu cədvələ əsasən B2 xanasında müəyyən bir düstur daxil edilmiş və B2 J9 diapazonundakı bütün xanalara köçürülmüşdür. Köçürülmə nəticəsində xanalarda vurma cədvəlinin siyahısı yaranmışdır. B2 xanasına daxil edilən düsturu təyin edin. B2 xanasına təyin edilən düsturu müəyyən edin. Biz buradan B2 xanası buradır. Biz buradan baxarıq ki, necə olmalıdır? Birində sətirlər sabit olmalıdır sütun üzrə. Burada əgər biz ana digərinə keçsə, sətrə baxırıq ki, məsələn, burada belə aşağı gedəndə biz bu üzrə aşağı götürsək, sətirlər bir vuraq, 1 götürürük, sonra 1 vuraq, 2 aşağı düşdüyümüzə görə sətir dəyişməlidir burada. Yəni A2 burada sütun sabit qalmalıdır. Birinci bu hissədə A olan hissə. Sütun sabit qalmalıdır ki, biz bu biri tərəfə keçəndə dəyişməsin. Ona görə sütun sabit qalmalıdır. Bu düsturda sütun sabit qalmalıdır. Sətir isə burada dəyişməlidir onsuz. Sətir biz aşağı düşürüksə sətir dəyişməlidir. 1-i 2-yə vurmalıdır, sonra 3-ə vurmalıdır. Bu formada sətir dəyişməlidir. Ona görə burada dollarların qarşısında olmalıdır. Sonra A2-də biz A2-yə vururuqsa, sonra B1 xanasına baxırıq. Buradan sürüşdürürüksə digərinə C yəni B-dən C-yə dəyişməlidir. Çünki bu üzrə getməli isə dəyişməlidir. Sütunlar dəyişməlidir. Sətir isə burada aşağı sürək, bu siyahıda biz aşağı sətir dəyişməməlidir. Biz onu aşağı sürüşdürsək, burada yazılanı aşağı sürüşdürəndə sətir də dəyişib, bu buna keçə bilər. Ona görə sətir dəyişməməlidir bu hissədə. Burada yazdığımızda. Ona görə cavab D variantı. Birində sətirlərdə bu A üzrə dəyişəndə sütun dəyişməməlidir, sətir dəyişməlidir. Çünki digər tərəfə keçəndə bu hissə nə dəyişməyib? A qalır da, A-nın demək sütun dəyişmir. Burada isə sətir üzrə yazılıb. Demək, sətir dəyişməməlidir ki, bu rəqəmlər istifadə olunur. Sətir dəyişərsə, başqa rəqəmlər istifadə olunur. Görə 31-də cavab D variantı. 32-də elektron cədvəldə proqramda hazırlanmış cədvəl fraqmenti. Bu cədvəl C1 xanasında olan düstur C2 və C3 xanasına köçürüldükdən sonra C4 xanasının qiymətini təyin edin. Biz burada aşağı keçəndən sonra bura A1 bərabərdir. A1 olur A2. Gələk. B2. Onlar nisbi ünvan olduğu üçün dəyişir. 1 A2 A3 olur. Gələk. B3. Biz burada A2 ilə A1 ilə B1-i cəmləyəndə 57, 55, 12 ilə 43 cəmləyirik 55, 45 ilə 23-ü cəmləyirik 60,
8 bərabərdir qeyd edirik. Burada da 54 qeyd edirik. Bura boşluq, yəni buranı 0 kimi götürürük, 54 qeyd edirik. 55, 68, 54 cəmləyəndə 109, 109 68, 177, 32 E variantı. 33-cü sual. B1, B2, B3, B4, B9 xanalarındakı qiymətlərin cəmini B10 xanasına yazılması üçün düstur sətrində nə yazılmalıdır? B1-dən B4-ə 2 nöqtə ilə ayırıb, sonra vergüllə B9 yazırıq. Bu sum qeyd olunur, yəni bu yazılışdır. Sumla, cəmləmə sumlandır. 33 E variantı. 34-cü sual. Elektron cədvəl proqramında aşağıdakı kimi cədvəl fraqmenti verilmişdir. Cədvəl fraqmentinə əsasən D2 xanasında B2, C2 düsturu daxil edilmişdir və həmin xananın sağ aşağı küncündə mausun sol düyməsi kliklənerək D2-dən D9-a sürüşdürməklə gedir. Qiymətlər nisbi ünvan olduğu üçün dəyişir, yəni xanalar dəyişəcək. B3, B1 vahid 1 vahid artır və sonunda D9 xanasında olduğu üçün B9 ilə C9 götürülür. Bu ikisi. Xanasında qiyməti müəyyən edin. Burada vurmadı, yəni biz buradan 34-də faizini tapırıq. 360-ın 20 faizi qiyməti 70 olurdu. %60 var 20 bölü 100. Cavab 70 A variantı. 35-ci sual. Elektron cədvəldə fraqment verilmişdir. C1 xanasından C2-yə və C3-ə xanalarına köçürüldükdən sonra C4 xanasının qiyməti necə olar? C4 yəni sumdur. C1 ilə C2 və C2 nöqtə olduğu üçün C2 və C3-ü cəmləyəcək. Burada baxırıq. Birinci ilə C1 qiymətini elə birincidən hesablayaq. A3 dollar A3. Yəni 54-ün üstünə B dollar biri, yəni 56-nı gəlirik 110 eləyir. 110 yazdıq bura. Sonra burada düstur dəyişir. Sətr üzrə getdiyi üçün A4 olur. A4-ə baxırıq. A4 boşdur. 56 dəyişmir dollar olduğu üçün 56 olur bura. Sonra A5 olur. O da 56 dəyişmir 56 olur. 3-ün cəmləyəndə də 110-un üstünə 112 gəldikdə 222 edir. Cavab B variantı 35. 36 yenə C2-dən C3 xanasına belə deyək, köçürülür. C2 xanası burada baxırıq C2-də A2-dir. A2-dən A3-ə keçirilir. Yəni bu hissəni götürülür. Bura 2-yə bu hissə boş olduğundan 0 kimi götürülür. 0 bura 2 0 eləyir 36C. 37-ci sual. Cədvəl fraqmentinə əsasən B2 xanasındakı düstur C4 xanasına qiyməti neçə olar? Burada B4-ə köçürsək B2-dəkin A3 üstə gələk. 2 hissədən dollardır, dəyişmir. Yəni 3-ü A3 ilə 3-ü cəmləyir. Yəni bu hissədə B4-də cəmləyəndə biz bura heç buna yox və ya buna bir dənə də buna keçəndə
B1 e, B3 olur da B3'ü götürürük. Bizə C4'ü istədiyinə görə heç buranı B4 C4'ü istədiyinə görə B4'ü hesablamaya ehtiyac yoxdur. Bura keçəndə də B3 A3 B3'ə çevrilir. Yəni biz bunu götürürük. Bunu silirik. B3 ilə də 3'ü cəmlədikdə 36. Cavab C variantı. 37-ci sual C variantı. 38-də C1 xanasına C2 xanasına köçürülərsə, C2 xanasında alınacaq olan düstur dollarsa heç biri dəyişmir. Dəyişənləri silirik, yəni A1 xanası olaraq qalır. Bir dəyişir. Sətir dəyişdiyinə görə bir vahid artmalıdır. 1-dən 2-yə keçdiyinə görə burada dəyişməyib. A2 sətir dəyişib, sütun da dəyişib, sətir də dəyişib. Burada səhvdir. Ona görə cavab 38-də B variantı. 39-cu sual. Elektron cədvəlin B2 xanasına yazılmış düstur A dolları 3, yəni sətir dəyişməyib, burada sütun dəyişməyib. D8 xanasına köçürülərsə, bu xanada hansı düstur formalaşmış olacaqdır? Biz dəyişməyənlərə baxaq. Çünki dəyişməyənlər yerində olmalıdır. Dollar 3 yerində olmalıdır. Və B-dən D-yə keçibsə 2 sətir bu düsturda dəyişməlidir. Biz burada 3 qalmayanları bir dənə çıxdıq. Sonra B qalmalıdır. B qalmayanı çıxandan sonra, çünki bu dollar B-dədir. Burada baxırıq A dəyişməlidir. B-dən D-yə keçibsə A C-yə keçməlidir. Burada keçməyib. Elə getdi. Cavab oldu 19-da D variantı. 40-cı sual. Elektron cədvəl fraqmenti verilmişdir. Verilmiş cədvəl fraqmenti B2 xanasından B2 E6 diapazonu üzrə köçürülmüşdür. A sütunu və birinci sətir üzrə verilənlər əvvəlcədən təyin edilmişdir. Buna əsasən B2 xanasına yazılmış düsturu istəyir bizdən. Biz burada baxarıq ki, bu yaxda bu düsturu hesabladıq. Biz burada baxırıq ki, 1 ona vurulub üstünə 0 gəlib, sonra ona vurulub üstünə 1 gəlib, belə dəyişə gedir bu sıra ilə. Bunun ona vurulmağı ilə hesablanır. Biz burada baxırıq elə ona vurulma C ilə E-də var. Bir də baxırıq ki, bu sətir, yəni bu sütun, A sütunu dəyişməməlidir. A sütunu dəyişməməlidir və bir də birinci sətir dəyişməməlidir. A sütunu və buradakı şərtə də baxırıq. Birinci sütun dəyişməməlidir. Onun üçün də E variantı dollar işarəsi A-da olmalıdır və dollar işarəsi birinci sətirdə olmalıdır. 40-da E variantı. 41-ci sual. 41-ci suala baxırıq. Biz burada yenə A1, B2 xanaları diapazonu dollar manat münasibəti verilmişdir. A2, A4-dən D9 diapazonuna məhsulların kodları verilmişdir, ID-ləri, alış-satış qiymətləri verilmişdir. Buna əsasən E3, E5 xanasına hansı düstur daxil edilib E5 və E9 diapazonunda sürüşdürülməlidir? Yəni hesablanması. Biz burada baxmalıyıq ki, B2, B və dollar işarələri olmalıdır. Dollar işarəsi bax burada hər ikisi. Burada B2, yəni bu qiymət dəyişmir. Onun üçün də yəni aşağı yuxarı heç cür dəyişməməlidir. Onun üçün də dollar işarəsi hər iki tərəfində olmalıdır. Bunlar gedir və bizdə satış qiyməti və alış qiyməti gəliri tapmaq üçün satışdan alışı çıxıb alışın sayına vurulmalıdır. C5-dən B5-i çıxıb
vurulmalıdır D5'ə. Bu da uyğun gələn variant B variantıdır. Burada B5'dən çıxıb bunlarda. Burada isə vurub, bu da səhvdir. Ona görə B variantı düzgün cavabdır. 41-də B variantı. 42-ci sual. Elektron cədvəl fraqmentində əsasən D4 xanasının qiyməti neçə olacaq? Burada birinci olaraq D1, D2, D3 xanalarını tapırıq. Burada A1, B2 cəmlənir. Dollar işarəsində. Burada bir dənə sətirlər dəyişir. B2 yerində, bir də C2 də yerindədir. Dollar işarəsinə görə. Bir dənə A1, A2, A3'lər dəyişir. Yəni buradan cəmlənib çıxacaq. 5 ilə 3, 8 çıxılır 2. 6 qalır. 9 ilə 3'ü cəmləyib 12. Çıxılır 2, 10 qalır. 3 ilə 3'ü cəmləyir, çıxır 2, 4 qalır. Ümumi 20 elədi. Bura yazılır 20, 20 çıxaq. Sum 1-dən C2 diapazonuna, diapazonu cəmləyirik. 18, 18 ilə çıxanda cavab olur 2E variantı. 42 variantı. 43 verilmiş cədvəl fraqmentindən sən D4 xanasını tapın. Burada bu üçünü də tapmalıyıq. Sum A2 ilə C3 vergüllə, nöqtəli vergüllə ayırdığına görə ikisini cəmləyirik. Yəni A2 C3'ü cəmləyirik. 11. A1 ilə C3'ü cəmləyib, yəni 4 ilə 3'ü cəmləyib 7 vururuq 2'yə 14. B2'ni 2'yə bölürük 1 və üstünə A4'ü gəlirik. 7, 6 gələndə 7 eləyir və bunları ümumi cəmləyəndə 11, 14, 23, 7 gələndə 32 D variantı, 43 D variantı. 44-cü sual. 4-cü suala baxırıq. Uyğunluq hamısında qeyd olunub. Y ilə bunların qiymətləri axtarırıq. Y2, Y3, Y4'ü. Y2'ni tapaq. A2 üstə gələk. A2 üstə gələk. B3 vuraq. 2'dir. 32. 32'nin də üstünə 3 gəlib çıxırıq 6. A2, 3, B3 düz dedikdə 33, 33. Hatta 15 vuraq 2, 30. Üstünə də 3 gəldi. 33, 33'dən də çıxdıq 6'sın. 27. 1'ə burada 3'ə A variantıdır. Hamısında nədir? Sonra A4'ün 8'dir. C2'ni vururuq. C2 6. 2 yox. C3'dür bu. C2'ni 6'nı vururuq 2'yə 12. 8'in də üstünə 12 gəldik. 20, 25. 25 burada. E3 bura oldu 25. E3'də C. Daha hamısında eyni cavab qeyd olunub. Yəni bu sual buna səhv gedir. B, C, K-yi hər hansı bir cavab götürür. Burada səhv gedib cavablar. Yəni ki, ona görə hər hansı birini düz götürür gedir. 4A variantı. Götür birinci cavabı götür. 45. Elektron cədvəldə A2 xanasında olan sum D2, D5 üstə gələk dollar Y4
vuraq 2 düsturu B3 xanasına köçürüldükdən sonra alınacaq düsturun neçə müxtəlif xanaya istinad etdiyini müəyyən edin. B3'də D dəyişir E-yə, E də F-ə dəyişir. Burada olur. Burada olur E 3 xanası. F 6. Bu heç bir belə deyək. Bir dənə E5 dəyişmir. Bir dənə 5 dəyişir. Bir xanadır bu. Bir xana istifadə olunur onsuz da. Burada xanaları tapmaq üçün 2 dənə sütun var. 2 sütunu vururuq. 6 çıx 3 üstünə 1 gəlir. 4 8 8'in üstünə bir də ki, müxtəlif dediyinə görə üstünə heç o biri gəlmir. Çünki Y4 xanası burada müxtəlif deyir. Elə 8 olmalıdır burada cavab. Y4 xanasına burada o Y4 xanası burada içində daxildir. Yəni ona görə müxtəlif dediyinə görə 8 götürürük. Cavab 45-də E variantı. 46-cı sual. Elektron cədvəl fraqmentinə əsasən B3 xanasına göstərilən düstur C4 xanasına köçürülərsə, B3 xanasında olan düstur C4'ə köçürülərsə, C4 xanasındakı düstur necə olacaq? Burada dəyişən B-də C-yə gedir. Nə dəyişir? Bərabərdir. Buradan elə başlayaq. C4'də yazaq. Bir sütun dəyişir, olur B. Yəni B-dən C-yə keçir. Burada da adam B-yə keçəcək və bir sətr artacaq. B3 üstə gələk. B1'dən C2'yə keçəcək. Buna görə cavab C variantı. 46 C variantı. 47-ci sual. Excel proqramı, 47 Excel proqramı ilə yanaşı yanlış fikri müəyyən edin. Excel proqramı ilə yanlış fikir biz sətr sütun kəsməz xana deyilir. Qarşılıqsa nümunə olaraq belədir, bəli, birində burada dollar işarəsi yoxdur, birində dollar işarəsi var. Bir neçə sətr və ya sütun eyni anda seçmək mümkündür. Bəli, elektron cədvəl faylinə iş kitabı da deyilir, düzdür. Mütləq istinad nümunə olaraq belədir, mütləq istinad belədir. Dollar əvvəldə olmalıdır. E variantı səhvdir. Yanlış fikir edir. 48-ci sual. 48-ci sualda doğru mülahizələri müəyyən edin. Diapazonda 6 xana var. 3 vuraq. 5 çıx 2 üstə gələk 1'dir. Bu da 12 xana var. Səhvdir. Xanaya dollar işarəsi qoymaq üçün F4 klavişi basılmalıdır. Düzdür. Sonra D5 və G7 diapazonda 4 sütun var. Düzdür. Sonra qarşılıqsa nümunə olaraq qarşılıqsa dollar olmalıdır. Səhvdir. Hər hansı xanada birbaşa hesablama aparmaq olmur, olur. Çünki bərabərlik xanaya qeyd edirsən hesablama aparılır. Bərabərlik işarəsi hesablama aparmaqda qoyulmalıdır. Bəli. Cavab E variantı doğru. 2, 3, 6. 48'də.
49-cu sual. Elektron cədvəl B5 xanasındakı düsturu seçilmiş xanalar diapazonuna köçürülmüşdür. Köçürülmədən sonra B1 xanasının dəyərini müəyyən edək. Burada A4, yəni dollar işarəsi olduğuna görə A4 dəyişmir, bir yerində də qalır. Və burada dəyişən B4 5-ə keçəcək. Burada hesablayanda bura 1. Sonra bura keçdiyinə görə B5 olur. B5 olanda bu diapazon cəmlərində 2 götürülür. Sonra B6 olur. B6 diapazonu, yəni B7-də olanda B6 diapazonunda 4-dür. Bura 4 olur. Sonra 2 8 olur. Və 2 artdığını görürük. Bura 16 olur. Cəmlənir hamısı 32 və 64. Cavab D variantı. 49 D variantı. 50-ci sual elektron cədvəl fraqmenti verilmişdir. A5 xanasında A1, A3 düsturu A5 və F6 xanalarının diapazonuna köçürüldükdən sonra bu diapazonun ən böyük qiyməti neçə olar? Burada A5 baxarıq ki, A5-dən bu formada sürüşdürsək əgər, yəni biz diapazonlarına köçürüldükdən ən böyük, onda burada sütunlar dəyişər. B1, belə deyək, B3, sətr dəyişmir. Bunlar dəyişəndə, yəni birinci bu sırada B1 ilə B3-ü cəmləyər. Burada belə. Sonra C1 ilə C3-ü, sonra C1 ilə C4-ü, C3-ü, yəni D1 ilə D3-ü, E1 ilə E3-ü, F1 ilə F3-ü cəmləyər və burada da bunları cəmləyəndə ən böyük formasına baxılır. Bir də aşağı sürüşdürüldükdə F6-ya sürüşdürülür. F6 burada A6-ya sürüşdürülür. A6-da da bu düstur dəyişərək A2, A4 olur. A2, A4 və bunların cəmi olur sonra və sonra hər ikisində bunların cəminə baxılır. Biz yenə sağa sürüşdürəndə dəyişən olur. Biz baxarıq ki, ən böyük hansıdır desək, buralarda 11 ilə rəqəmlər olan 16-dır. Burada da cəm 27 olur. Cavab 50-də E variantıdır. 51-ci sual. Elektron cədvəl fraqmentinə əsasən D3 xanasının qiymətini müəyyən edin. D3-də sum D1 və D2-ni cəmləyir. A1 10-dur. C2 sum A1 ilə nöqtəli vergüllə B2-ni cəmləyir. Burada 21 olur. 21 ilə də A1-i cəmləsək 31 alınır. A2 üstə gələk C3, yəni A2 15-dir, C3 12-dir. 12-ni 2-yə bölür 6, 15-in üstə 21 olur. D1 ilə 31 ilə 21-i cəmlədikdə 52 olur. Cavab 51-də D variantı. 52-ci sual. Elektron cədvəldə sum A2, B2 düsturunun qiyməti 25-ə, sum D2, E2 düsturunun qiyməti 20-yə bərabərdir. Əgər A2, E2 bölək 5 düsturun qiyməti 12-yə bərabər olarsa, C2 xanasının qiyməti nəyə bərabərdir? Biz buradan baxarıq ki, elə bir dənə burada C2 xanasının qiyməti yoxdur. Burada da hər ikisi cəmlənilir 45 üstə gələk hər 5-inin cəmi. Burada ikisi A2 ilə B2, D2 ilə E2 cəmlənib. Bunlar 45 olub. Bunun da üstünə biz C2-ni gəlsək, C2-ni də X götürək, C2 xanasının qiyməti bərabərdir. 12-ni 5-ə vursaq, bu sum cəminin
götürdüdə 60 olur. 60 x də buradan bərabərdir. 60 çıxır 45. 15 52-də C variantı.